Deməli, prizmanın və piramidanın həcmi mövzusundan ilk suallarımızı izah eləyək. Deməli, burada başlayaq neçənci sualdan? Başlayaq 9-cu sualdan. Həcmi 27 santimetr kub olan piramida ilə eyni böyüklükdə olan kubun tilini tapın. Aha. Deməli, piramidadır, bir də kubdur. Bunlar eyni böyüklükdədir. Fəza fiqurları eyni böyüklükdə olanda onların həcmləri bərabər olur. Deməli, V piramida bərabərdir V kub olur. Deməli, fəza fiqurları eyni böyüklükdə olanda bunların həcmləri bərabər olur. Növbəti, piramidanın həcmi 27-dir. Piramidanın həcmin yerinə 27 yazıram. Kubun da həcmini bilmirəm. Bəs kubun həcm düsturu nədir? Tili A olarsa həcmi A kubudur. A kubu 27-dirsə A da 3-dür. Deməli, kubun ilə tilin soruşur. Cavab B variantı. Birinci sual getdi. Keçirik, deməli, 11-ci suala. Düz paralelipipedin oturacağı diagonalları 8 və 5 olan rombdur. Düz paralelipiped nədir? Düz paralelipiped nədir? Yəni yan tillər hündürlük rolunu oynayır. Düz paralelipiped nə oldu? Yan tillər hündürlük rolunu oynayır. Aydın oldu. Düz paralelipipeddə yan tillər hündürlük rolunu oynayır. Aydın oldu. Yan tillər hündürlük rolunu oynayır. Düz paralelipedin oturacağı rombdur. Oturacağı nədir? Rombdur. Oldu. Rombdur oturacaq. Diagonallar da 8 ilə 5'dir. Özdə diagonalları 8 və 5 olan rombdur. Görürsünüz, paralelipedin diagonallarından danışmır ha. Deyir ki, oturacağı rombdur. Necə rombdur? Diagonalları 8 və 5 olan rombdur. Əgər diagonallar 8 ilə 5'dirsə, rombun sahəsini mən tapa bilərəm orada. Demək, rombun sahəsi diagonal vur diagonal böl 2'dir. Bilirik də, rombun sahəsi S romb D1 vur D2 böl 2'dir. Aydın oldu. Deməli, onda belə çıxır ki, biz paralelipedin oturacağın sahəsini tapdıq. Oturacağın sahəsi neçə oldu? Oturacağın sahəsi 20 oldu. İndi paralelipedin həcmindən danışır. Paralelipedin həcmini belə tapılar. Oturacağın sahəsi vuraq hündürlük. Paralelipedin həcmi S oturacaq vur H-dır. Aha. Deməli, oturacağın sahəsi vur hündürlük paralelipedin həcmi verir. Həcm 100'dür. H da 5'dir. Paralelipedin hündürlüyü elə yan tiliydi. O da hazırdır. Hal-hazırda 2 dənə sualı həll elədik biz. Deməli, 13-cü sual. Prizmanın daxilinə piramida elə çəkilmişdir ki, hər iki fiqurun oturacaqları eynidir. Hündürlükləri də bərabərdir. Gəl sıradan bir tutaq ki, bir üçbucaqlı prizma çəkək. Üçbucaqlı prizma çəkək. Üçbucaqlı prizma çəkdik. Aha. İndi bir dənə də piramida çəkək ki, prizmanın oturacağı ilə piramidanın oturacağı eyni olsun. Onda burada bir nöqtə götürsək belə. Aha, bu da bizim piramidamız oldu. Aha. Deməli, oturacaqları eyni oldu, hündürlükləri də eyni oldu. Aha. Prizmanın Z hərfi, prizmanın həcmi S oturacaq vur H-dır. Piramidanın həcmi 3/1 S oturacaq vur H-dır. S oturacaqlar eynidir ikisində də, çünki eyni bir oturacaqdır. Hündürlükləri də əvvəldən bərabər demişdi. Burada nədən danışır? Deyir ki, prizmanın həcmi piramidanın həcmindən neçə dəfə böyükdür. Görürsünüz də prizmanın həcmini piramidanın həcminə bölsəz 3 alınır. 3 dəfə böyükdür. Belə. Bu da hazırdır. Aha. Keçək 15-ci suala. 15-ci suala baxırıq. Deməli, 15-ci sualda nə deyir? 15-ci sualda nə deyir? Deyir ki, üçbucaqlı piramidanın yan tilləri cüt-cüt perpendikulyardır. Üçbucaqlı piramidanın yan tilləri
cüt perpendikulyardır. Məsələn, belə üçbucaqlı piramida çəksəm mən, yan tillər perpendikulyar olmağın göstərirsəm, bundansa belə çəksək daha yaxşı olar. Həmin təpəni yerə gətirsək, bu fason çəksək, cüt perpendikulyar olmaq daha yaxşıdır. Deməli, üçbucaqlı piramidanın yan tilləri perpendikulyar deyəndə, bax, bunlar, bu qırmızılar yan tillərdir. Belə olsa daha yaxşı olar. Oldu. Bunu birləşdirək. Piramidanı elə bir ki, bu fason çəkdik. Oldu. Cüt perpendikulyarını bu cür çəkin. Hamısı 2-2 bir-birinə perpendikulyardır. Onda bura oturacaqdır. Bu daha hündürlük rolunu oynayır. Deyir ki, onun tilləri 7, 8, 9. Lap bura tutaq ki, 7 olsun. Bura 8, bura 9. Fərqi yoxdur. Hansı cür götürsə eyni çıxır həcm. Deməli, piramidanın həcmi 1/3 S oturacaq vur H-dır. Aha. İndi oturacaq düzbucaqlı, üçbucaqlı. Onda oturacağın sahəsi nəyə bərabərdir? Katet vuraq, katet böl 2. Oldu, oturacağın sahəsi 36 oldu. Deməli, hündürlük də 7-dir, 3/1-dir. Bunlar ixtisar gedir. Cavab edir 84. Hazırdır. Deməli, piramidanın həcmi 84 oldu. İndi keçək bu birisi misala. Düzgün dördbucaqlı prizma, bax, belə çəkirik. Aha. Düzgün dördbucaqlı prizmanı çəkirik. Çəkdik düzgün dördbucaqlı prizmanı. Deməli, düzgün dördbucaqlı prizmanın üst oturacağının mərkəzi və alt oturacağının tərəflərinin orta nöqtələri piramidanın təpələridir. Aha, bir dəqiqə. Düzgün dördbucaqlı prizmanı mən başa düşdüm. Oturacağı özdə kvadratdır bunun. Oturacaq nəymiş? Kvadratdır. Deyir ki, indi bu prizmanın üst oturacağının mərkəzi, yəni buradan mərkəzi və alt oturacağın tərəflərin orta nöqtələri. Alt oturacağının tərəflərinin orta nöqtələri. Aha, alt oturacağın tərəflərinin orta nöqtələri. Aha, belə, bu cür. Piramidanın təpələridir. Deməli, burada bir piramida çəkilib. Kvadratın tərəflərinin orta nöqtələrini və yuxarıdakı mərkəzi piramidanın təpəsi qəbul edən bir piramida çəkilib. Əgər prizmanın oturacağı kvadrat idisə və onun tərəflərin ortalarını birləşdirən də elə kvadratdır. Tərəflərin orta nöqtələrini birləşdirən də elə kvadrat oldu və tərəflərin orta nöqtələrinin birləşməsinə əmələ gələn kvadratın sahəsi böyük kvadratın sahəsinin yarısına bərabərdir. Bunu da bildik. Aha. İndi fikir verin, prizmanın hündürlüyü ilə piramidanın hündürlüyü eynidir. Çünki yuxarı oturacaqdan aşağı qədər olan məsafədir hündürlük. Piramidanın elə hündürlüyü üst-üstə düşdü. İndi deyir ki, bunların həcmlərin nisbətini tapın. Prizmanın həcmi S oturacaq vur H-dır. Oturacağın deməli sahəsi 2S olsun. 2S deyəcəm niyə? 2S olsun. Hündürlük də elə H olsun. İndi piramidada 3/1 S oturacaq vur H-dır. 3/1 piramidanın oturacağın sahəsi bu birisinin oturacağın sahəsinin yarısıydı da, bayaq demişdik. Böyük S, yəni 2S-sə o birisi S böl, böyük 2S-sə balaca S-dir. Vuraq hündürlüyə. Bunları böləndə S-H-lar gedir. 2-ni bölürsən 3/1, o da eləyir 6, yəni 6/1. Belə bir misal alındı burada. Keçək 21-ə. Deyir ki, oturacağının tərəfləri 4 və 2, hündürlüyü 12 olan düzgün dördbucaqlı kəsik piramida. Gəl bunu burada çəkək. Kəsik piramida. Belə eləyək. Məsələn, belə. Aha. Baxın, oldu kəsik piramida. Aha.
yuxarıdakının deməli oturacağı 2-dir, aşağıdakının oturacağı 4-dür. Düzgün dördbucaqlı olduğuna görə deməli həm yuxarıdakı kvadratdır, həm də aşağıdakı kvadratdır və hündürlük də elə 12-dir. Belə bir iş görək. Belə bir iş görək. Baxın. Çox vacib bir texnikadır bu. Diqqətlə bura baxın. Çox vacib bir texnikadır. İndi biz buradan bunu olduğu kimi uzatsaq hamısın, burada bir böyük bir piramida əmələ gəlir, bir də balaca piramida əmələ gəlir. Deməli, böyük piramidanın tərəfi 4-dür, balaca piramidanın tərəfi 2-dir. Onda belə çıxır ki, böyük piramidanın hündürlüyü də balaca piramidanın hündürlüyündən deməli 2 dəfə uzundur. Bunlar oxşar piramidalardır. Çünki görürsünüz də oturacaqlar paraleldir. Ona görə deməli burada oxşar piramidalar alınıb. Gəlin belə eləyək. Deməli balaca piramidanın kiçik piramidanın hündürlüyü h-dır. Böyük piramidanın hündürlüyü də 2 dəfə ondan çoxdur. 2h-dır. Buradan aşağıya kimi 2h-dır. İndi siz orada fikir verin. 2h-dan bu yuxarıdakı h-ı çıxanda kəsik piramidanın hündürlüyünü tapmış olduq. Kəsik piramidanın hündürlüyü tapmış olduq. Ona görə bir də deyirəm, böyük piramidadan balaca piramidanın hündürlüyünü çıxdıqda kəsik piramidanın hündürlüyü tapılır. 2h çıx h bərabərdir 12, h bərabərdir 12. Deməli balaca piramidanın hündürlüyünü tapdıq. H 12-dir. 12. Aha. Böyüyün də hündürlüyü onda 24'dür. 12 üstə gəl 12 24'dür. İndi balaca piramidanın həcmi nətər tapaq? 3'də 1 S oturacaq vur H. Yəni 3'də 1 vur 2'nin kvadratı 4. Vuraq kvadrat daxı kvadratın sahəsini tapdım. Vur hündürlüyü olan 2. O birisi böyük piramidada da 3'də 1 S oturacaq. Yəni oturacağın tərəfi 4'dür və kvadratdır. S oturacaq 16. Vuraq hündürlük də 24. Ha, hündürlük burada 12'dir, burada 24. Aha, bundan da bunu çıxmaq lazımdır. 24'dən 3 gedir, qalır 8. Yəni 16 vur 8'dən çıxırıq 16'nı. O da eləyir dərsən. Ortaq vuruq çıxarsa 8 çıx 1 7. 16 vur 7. 112 elədi. Belə. Aha. Baxaq görək hansı suallar izah. 9'u izah eləmişik. Ondan sonra 11'i izah eləmişik. Sonra 13'i izah elədik. 15'i izah elədik. Ondan sonra 19'u izah elədik. Deməli 2, 3, 4, 5 dənə sual izah eləmişik. Bu da 6-cı sual oldu. Aha. İndi burada belə bir sual verib. Bunlar buraxılış səviyyəli suallardır. Ona görə bunların üstündən keçirəm. Gəlirəm 26-cı suala. Düzgün altıbucaqlı piramidanın oturacağının tərəfi 5'dir. Düzgün altıbucaqlı piramida deyirsə, oturacaq düzgün altıbucaqlıdır. Oturacaq nəymiş? Düzgün altıbucaq. Məsələn, hər tərəf A-dır. Və yan tillər də öz aralarında bərabərdir. Bunlar da hamısı B-dir. Yan tillər də hamısı nəymiş? B-ymiş. Oturacaqlar A-dır. Yan tillər də B-dir. Aha. Oturacaqlar A-dır. Yan tillər də B-dir. Düzgün altıbucaqlı piramidanın oturacağın tərəfi 5'dir. Oturacağın tərəfi neçədir? 5'dir. Biz dedik axı yan tillər də öz aralarında bərabərdir hamısı. Aha, yan tillər də öz aralarında bərabərdir. Tərəf 5 dedik. Biz bilirik ki, yan tilin proyeksiyası böyük yer olur. Bunlara yan tillər bərabərdirsə, deməli onun proyeksiyası nədir? Böyük yerdir. Yəni altıbucaqlının böyük yeri. Biz də bilirik ki, altıbucaqlıda tərəf əgər A-dırsa, böyük yerdə elə A-ya bərabərdir. Onda altıbucaqlının radiusu nədir? 5'dir. Ondan sonra deyir ki,
yan tili oturacaqla 45 əmələ gətirir. Yan tili oturacaqla 45 əmələ gətirdi. 90, 45, 45 əmələ gəldi. Onda bu birisi 45-in də qabağı elə 5. Deməli, buradan belə çıxır ki, hündürlük də neçə oldu? 5 oldu. Aha. İndi piramidanın həcmi sorur. Piramidanın həcmi nədir? Bayaqdan deyirik, 3/1 S oturacaq, vuraq nə? H. Ay sağ ol. Bunun oturacaq altıbucaqdır. Bəs altıbucağın sahəsi nətər tapırsan? Əgər tərəf A-dırsa, sahə 6 vuraq A kvadrat kök 3 böl 4 düsturun hesablanır. Biz də yazaq 6 vuraq tərəfin kvadratı 25 kök 3 böl 4. İxtisar getdi 2, bu da 3. Cavab oldu 75 kök 3 böl 2. Deməli 3/1 vuraq. Oturacağın sahəsi 75 kök 3 böl 2'dir. Aha. Hündürlük neçədir? 5'dir. Ay sağ ol. Bundan da bu ixtisar getdi 25. 25'də 5'ə vuranda 125 kök 3 bölək 2. Cavab D variantı. Aha. Keçək digər suallara. Aha. 27'də deyir ki, düz prizmanın oturacağında 3 bucaq. Aha. Deməli düz prizma var. Və oturacağı düz prizma var və oturacağı 3 bucaqdır. Bir də deyirəm, düz prizma var. Və oturacağı nədir? Düz prizma oturacağındakı 3 bucaq var. Aha, düz prizma demək ki, yan til hündürlük rolunu oynayır. Bunu bildim. Oturacağında 3 bucaq var. Tərəflər 5 və 3'dür. Oturacağı 3 bucaqdır. Tərəflər 3, 5'dir. Arada bucaq deyir 120 dərəcədir. Siz cosinus start teoremi ilə buranı tapa bilərsiniz. Amma mən deyim ki, bu bir məşhur 3 bucaqdır. Həmişə 3, 5 arada 120 olarsa 120'nin üzbəyiz tərəf 7'dir. Bunu yadda saxlayın. Çox məşhur 3 bucaqdır bu. Bir də deyirəm 3, 5, 120 kosinuslarla tapmaq olardı bunu. Amma 3, 5 və aradakı bucaq 120 isə 3 ilə 5'in arasında 100% 120'nin qabağı 7'dir. Bunu biləsiniz. Aha. Deməli böyük tərəf 7 oldu. Bildik. Ondan sonra deyir ki, böyük yan üzün sahəsi. Aha, yan üzlər var. Burada bir yan üz var. Bu tərəfdə bir yan üz var. Amma böyük yan üz bu böyük tərəfin üzərində qurulmuş bir şeydir. Buralar da hündürlükdür, bilirsən. Böyük yan üz görürsən düz bucaqlıdır və onun sahəsi 35'dir. Böyük yan üzün sahəsi nətər tapırsan? Böyük yan üz deyirəm axı düz bucaqlıdır. Onun sahəsi 35'də, deməli 7h bərabərdir 35'ə. H da bərabər nəyə? 5'ə. Hündürlük 5 tapdıq. Bəs oturacağın sahəsi nətər tapırdıq biz? 2/1 AB sinus alfa ilə tapmaq olardı. Yəni 2/1 vur 5 vur 3 vur sinus 120, yəni kök 3 böl 2. Oradan 15 kök 3 böl 4 alındı oturacağın sahəsi. Hündürlüyümüz də gördüyün kimi 5'dir. Və salam. Bütün prizmanın həcmi budur. 75 kök 3 böl 4 alındı. Bu sual da hazırdır. Deməli belə. 28-ci sualı həll eləyək. 28-ci sual. Burada 28-ci sualda bura bir dənə desəm ASBD piramidası var orada. O piramidada belə bir dənə vəziyyət var. O 3 perpendikulyar var idi bəyəxlarım. Həmin ondandır. 3 perpendikulyardandır. Deməli bura C'dir, bura D. Buralar da A ilə nədir? B'dir. Aha. İndi CB ilə CA 12'dir. Görürsünüz kub olduğu için aşağı 90 dərəcədir və yenə hündürlük də 90 dərəcə əmələ gətirir. Bax belə bir şəkil var orada. Siz onu bilin. Kubun tili 24'dür. Bilirsiniz ki, bu DS kubun tilidir 24. Aha. Görürsünüz burada piramidanın biz həcmini tapa bilərik. Piramidanın həcmi nətər tapılırdı? Yenə deyirəm 3/1 S oturacaq vur H. 3/1 ilə işim yoxdur. S oturacaq nədir? Katet vur katet böl 2'dir. Katet vur katet böl 2'dir. Hündürlük də 24'dür. 24 ilə 6 getdi. Qaldı 4. O 4'də 144 olan 576 eləyir. Piramidanın sahəsi 576'dır. Bəs kubun sahəsi nədir? Kubun sahəsi yəni estağfurullah, kubun həcmi o A kubudur. Yəni tilinin kubu 24 vur 24 vur 24. Kubun həcmini piramidanın həcminə bölsək
cavab 24 eləyər. O da deyir ki, piramidanın həcmi kubun həcmi olan nisbətini tap, cavab 24-də 1.